İndi get. Gel bir de oğlum. Dayan. Eğil görüm ne kadar eğilebilirsin. Aha, indi dur. Belə eğil görüm va belə. Eğilebilirsen. Ağrı harda olur eğilmek istəyəndə? Burada. Ağrıyır. Bəli, çox ağrıyır. Başqa harda ağrı var? Heç bir şey, bir dəqiqə içində. Saxdır. Neçə müddətdə ağrıyır? Ona yaxın ağrı. Artıq bir ildir. Bəli, Müalicə almısınız bununla bağlı? bəli. Nəticə? Heç bir şey. Hansı müalicələr almısınız? Tok olub, masaj olub, Fizioterapiya olub. dartınma. Nə formada gəlib? Belə əyilib, axsıyaraq yeriyir və ağrıdan da dayana bilmir. Yırtıq var xəstədə? Bəli, 5 milli yırtıq var beldə. 5 milli yırtıq. Bir dənə də. 4 L5-də, L5-də də S1 arasında protuziyası var. Hə, 5 milli yırtıq, 3 milli protuziyası var. Xəstədə həm də əzələ bağ aparatında quruma gedib, 10 ayın ərzində yığılma gedib, həm ayaq açılmır tamam, ağrıya görə ayağını aça bilmir. Amma hal-hazırda ağrı o dərəcədədir ki, Qoy. yəni yeriyə bilmir. Yo, maşallah gəldiyi çəkmişəm. Onunla burada fərq yerindən göy qədər var. Çəkmişəm. İndi bir də qayıt. Bu həmin xəstədir, prosedur bitdi. İndi oradan bir balaca əyilib qalx görək nətərdir? Aha, qalx buna. Nətərdir? Ağrı var belində? Yok yok öteki. Neçə faiz qalıb ağrı? Ayşe bir 40% ya da 30% böyle. 60-70 faiz ağrın azaldı. Aha, qalx. Bəyək əyilə bilmirdin onu. Ha, inanın ora dəhşət ağrıyırdı. Hazırda bu ayağın ağrısı nə vəziyyətdədir? 60%'den yani rahat özümü rahat hissediyorum.